Salam uşaqlar. Bu günlərim sizlərlə bərabər Minecraftda davam edirəm. Yenə uzun aradan sonra uzun video gəldi kanalıma. Sizin dostlar, sizə buradan bir söz demək istəyirəm hamınıza. Sizin təşəkkür edirəm, Allah danışa bilsəm. Sizə təşəkkür edirəm. Hədəfimə çatdım. Hədəfim mənim 50 abunə idi. Sağ olun, dəstəklərinizi əsirgəmədiniz. 50 abunə oldu kanalım. İndi 53 abunədir kanalım. Yəni sizin dəstəkləriniz sayəsində kanalımız getdikcə böyüyür. Kanalıma abunə olub like atmağı unutmayın. Hədəfim 55 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Sizin dəstəkləriniz həqiqətən yəni çox önəmlidir. Siz olmasaydınız bəlkə də mən heç 20 abunəm olmazdı. Yəni siz olmasaydınız heç kanalım böyüməyəcəkdi. Sağ olun. Yaxşı ki varsınız. Dəstəkləriniz çox önəmlidir. Motivasiya edici şərhləriniz də çox yaxşıdır. Hər videoma 2-3 şərh gəlir. Yəni yaxşıdır. Əlbəttə ki, naşükür olmağa dəyməz mənimcə. Bu günlərə modsuz elə oynayacağam. Bir köy var idi mən biləm buralıqda. O vaxt. Hə, ev də tikmişdim burada. Bəli, mağaraya girsəydim. O bilmirəm, səhv eləmirəmsə 5-6, bəlkə də 10 bölüm olar. Kitab falan var burada. Çox olar məncə. Bir də onda sandıq düzəldeyim. Sandıq. Valla bunu nətər düzəldim. Sandığı belə düzəldirdilər. Çoxdan da oynamıram deyə Minecraft'ı biraz yadırğamışam. Bəlkə dostlar 1.21, bir dəqiqə oynadığım sürüm 1.21'dir. Çox güman ki yaxın vaxtlarda 1.20'ye keçid alacağım. Çünki telefonumun biraz yaddaş sıxıntıları falan olur. Buna görə məncə biraz zəif sürümlərə keçsəm yaxşı olar. Yenə də qorxulu modlar gələcəkdir. Biri var ki dostlar, dona telefonu qorxulu modlar atım. Görürsünüz özünüzdə, elə olur heç səs gəlmir. Yəni adam başını xarab edir da. Ona görə sizlərə super keyfiyyətli videolar YouTube'a atmaq üçün yəni yaxşı videolar çəkmək lazımdır. Yaxşı videolar da üçün əlbəttə ki, biraz zəifə keçsə məncə pis olmaz. Minecraft'dır. Yəni 30 FPS zorla alıram bir dəqiqə. Əvvəl yenə arada 40 da çıxırdı. Telefonda yerdə tez azalır deyə ağacaq əkmişəm. Telefonumda yerdə biraz azalır deyə oynaya bilmirəm. İnşallah yay tətilində qismət olsa ya da gələn illərim bir dənə yaxşı telefon alacağam. Promoya da 1.26 yükləyəcəm son sürüm. E-futbol videolarda gələcək. İndi bu telefonumda 20 FPS verir e-futbol. Ona görə əlaqət zəifdir bildiniz. Promo zəifdir. Dəstəkləriniz çox önəmlidir mənim üçün. Yəni təşəkkür edirəm. Sağ olun, var olun ki kanalıma abunə olursunuz, like atırsınız. Dostlar, keçən bölüm bir dənə hesab videosu atmışdım. Nə hesabıydı? Hə, Brawl Stars hesabı. Şərhlərdə çox gördüm ki, deyirdilər ki, bu bahadır. Ona görə qiymət düşdü biraz. Əgər hələ də istəyən olsa, hesab start qiymətdən 3 manata satılır. Danışa bilsəm, 3 manata satılır hesab. Yəni shorts videoma da girib baxa bilərsiniz. Kanalımda uzun video var, ona da girib baxa bilərsiniz. Hesab deyil, 49 karakterdir. Yəni güncəl video deyil da, 5-6 günün video, 2-3 həftənin videosudur video. Məncə 50-ci karakterə açılmış olar. Hesab özümün dölü tanışımdır. İstəyən olsa eləyər, yazar, şərhlərdə bildirər. Bir də ki, telefon nömrəsi da verəcəm, həmin o tanışımın telefon nömrəsini verəcəm. Bir də ki, artıq hesabda, hesab neydi la? Artıq
elmaslarımız, Free Fire elmaslarımız, PUBG UC-lərimiz satışdadır. İstəyən olsa şərhlərdə bunu da bildirsin. Yəni mən sadəcə elmasdan bir də UC-dən biraz başım çıxır. Robux'dur, o Roblox nə olur ya, Robux nəsə belə bir şeydir. Robux'dur, Brawl Stars puludur, boya paslat var. Boya pas məncə şeydədir, hə, Free Fire'dadır. Bilmirəm nəsə, Bro Pass'dır, onun adını dəqiq bilmirəm. Əgər nə bilim elə bilet almaq istəyənlər varsa, elmas vurmaq istəyənlər varsa, şərhlərə müraciət eləsinlər. %100 güvənlidir. Elmasları, UC-ləri özüm vururam. O başqa oyunlara Roblox'dur, Clash of Clans'dır və s. oyunlara da tanışım vurur, o pul vurur. Əgər ürək istəsə, bir dənə şərhlərə bildirin, həll eləyim. Ucuz qiymətə gəlir hamısı. Yəni kartdan da ödəniş ola bilər, kartsız da terminalla da ödəniş ola bilər. Allah qoysa UC-lər də paylaşsam shorts videosunda. Elmas video gəlibdir, elmas videosu. Shortslarda var elmas videosu. İstəsəz girib baxa bilərsiniz kanalımda, əladır. Yəni ucuz qiymətlidir. Özümün aldığım qiymətlərdən qoyuram. Siz mənim takipçilərimə özəl, yəni üstünə 10 qəpik də qoymuram da, yəni nəticə ilə odur. Bir dənə orada yuvarlaqlaşdırma məsələsi var. Terminaldan yəni pul çıxardanda qəpik çıxmır. Yəni qəpik pul çıxmır. Ya da terminala pul vuranda qəpik pul vurmaq olmur. Ancaq kağız manat vurmaq olur. Ona görə məsələn deyək ki 6 manat 70 qəpik 6 manat 70 qəpik lap çox olur. Mini həftəlik deyək elmas. Mini həftəlik elmas hamımız bilir ki 80 qəpikdir. 80 qəpik terminala yerləşmədiyi üçün 1 manatdır. Yəni sonra deyərsiniz ki ay belə 20-30 qəpik bahadır falan filan. Amma əgər kartdan ödəniş olsa, elə 80 qəpiyə də veriləcəkdir. Amma yox, kartsız ödəniş olunacaqsa, o 80 qəpiyə olmur da. O 1 manat olur. Terminaldan vuranda. Çünki terminaldan qəpik keçmir. Biraz kasıldıq elədik. Yəni uzun zamandır kanalıma da video gəlmir. Ona görə video attım. Mədəndə kasılmışdım, amma şeyim də var, bu da kalkanım. Bir dənə kalkanım var, bomba kimi. Yeməklərimi falan aldım, donuz ətimi pişirək. Biraz belə kasılıq edək. Hələ ki belə kasılıram. Yəni bu videonu atmağımın əsas səbəbi o hesabın satışıdır. Free Fire hesabı. Free Fire nə idi? Allah çaşdım. Brawl Stars hesabının satışıdır. Bir də kanalımda artıq elmas satışlar var. Ona görədir. UC satışı, elmas satışı. Yəni bu video ilə belə çəkirəm bunu. Sadəcə burada heyvan öldürürəm. Əgər istəyən olsa kanalımda ata bilər. Yəni videosu da gələr. Elmaslar %100 güvənli şəkildə vurulur. Allah, buna niyə tək şümədir? Bəli, nə deyirdim? Elmaslar %100 güvənli vurulur. Sadəcə ID ilə. PUBG ilə ID ilə, tək ID ilə həll olunur. Özüm də vururam elmasları. Bomba kimidir. Şimdi girdim, bir dənə tarla düzəldim. Amma tarlanı düzəltməyə biraz ağac lazımdır. Videomuz artıq 9 dəqiqə olubdur. 1-2 dənə də sabah gələn bölümdə tarlanı düzəldərəm. Nəsə qorxulu mod fikirləriniz varsa şərhlərdə bildirin. Hamısını yüklüyüm. Yəni ürəyiniz nə istəyirsə deyin. Kanal tək mənim kanalım deyil, həm sizin də kanalınızdır. Yəni çox sevinirəm, həddən artıq çox sevinirəm ki, kanalımda artıq 53 abunədir. Yəni 53 abunə az bir rəqəm deyil. Vaxt var idi, deyirdim ki, kanalımda 5 abunə yolunda irəliləyirəm. İndi Allah'a şükür deyirəm ki, 55 abunə yolunda irəliləyirəm. Nəzər dəyməsin, göz dəyməsin, qəşəngdir. Kanalımız əla irəliləyir.
Nəsə bu videom haqqında fikirləriniz olsa şərhlərdə bildirin. %100 güvənlidir da Elmastar zətlər. Hamısı %100 güvənli olaraq hesabınıza gələcəkdir. UC, Elmas. Əsas UC ilə Elmas işidir. Bunu yəni hamı eləyir. Amma əsas yəni 10 adamdan 9 ya PUBG ya da Free Fire oyununu oynayır da. Bu düzdür. Buna heç kim etiraz eləməsin. Mən özüm də köhnə Clash of Clans oyunçusuyam. Hesabla bağlı problemlərim oldu. Ona görə oyunu silmək məcburiyyətində qaldım. Bəlkə gələcək bölüm ya da o birisi bölümdən görəcəksiniz ki, artıq Minecraft 1.17 varsa bilmirəm dəqiq. 1.17 ya da 1.19 sürümünə keçdim. Ən pisi 1.20-yə. Ən yaxşısı daha doğrusu. Artıq yəni bu biraz kasır, bu da 30 FPS civarı verir. İnəkdə, inəklə xoruzları da öldürüm qutaraq. Əsas modlar bilirəm ki 1.21 plusdur, yəni mod qoşmaqdan ötürü. Amma mən isə bununla da oynamaq olar. Modsuz oynayarıq biz də, sadə Minecraftımızı oynayarıq. Nəsə dostlar, məndən bu qədər. Sağ olun, salamat. Nə qədər inəklər spam olur. Sağ olun, salamat qalın. Ən əsası Muradın Oyun Krallığı YouTube kanalıyla qalın. Əgər elmaslarla bağlı, UC-lərlə və ya o Brawl Stars hesabı ilə bağlı suallarınız olarsa, kanalımın şərhlərinə, yəni bu videonun şərhlərinə zəhmət olmasa yazın. Mən bütün suallarınızı cavablandıracağam. Sağ olun, salamat qalın. Ən əsası Muradın Oyun Krallığı YouTube kanalı ilə qalın. Görüşərik.